Salam, hər vaxtınız xeyir olsun. Bu günləri yodun təəccübləndirən 6 xüsusiyyəti haqqında, xeyirli xüsusiyyəti haqqında sizə məlumat vermək istəyirəm. Yod mikroelementdir. Orqanizmə çox yod lazım deyil. Lakin kifayət qədər yod çaşınmazlığı olsa, onda sağlamlığımızda müxtəlif problemlər yarana bilər. Ona görə də hər bir hüceyrənin kifayət qədər yodla təchizatı olmalıdır. Əgər dəniz məhsulları ilə qidalanmırıqsa, onda bədəndə yod az olacaq. Yod defisitini müəyyən etməyin sadə yolunu sizə deyirəm. Aptekdən yod alırsınız, pambıq, ladın, ələ çəkin. Əlin sahil nahiyəsinin iç səthinə. Bir saatdan sonra əgər bu ləkə gedirsə, yox olursa, deməli, dəri yodu özünə hopdurub. Deməli, sizdə yod çaşınmazlığı var, yod defisiti var. Yox, əgər bir saatdan sonra sarımtıl, narıncı yayında ləkə qalırsa, onda yod defisiti yoxdur. Yod uşaqlıqda, sonra süd vəzlərində, yumurtalıqda kistaların ölçülərini kiçiltmə qabiliyyətinə malikdir. Yod papilomalar və ziyillərin ölçülərini azalda bilir. Bir ay müddətində hər gün çapıq nahiyəsinə yodu çəkdikdə bir aydan sonra xeyli irəliləyiş görə bilərsiniz. Yod əhval-ruhiyyəyə təsir göstərir, hətta depressiyanı belə azaldır. Yod estrogen balansına müsbət təsir göstərir. Yod qalxanvari vəziyyəyə müsbət təsir göstərir. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun. Bütün videolarım kimi bu videodan da istifadə etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.